İnəkləri dərə yenişə ötürdüm, gəlib doluşublar şolların arasına. Bir fıssa salıblar ki, naxıra gəldiyimi bilməsəm, elə bilərəm ki, şolların arasındaşlar aidlər. Bu ara kəhliklər də qaqqıldaşmağa başladı. Biraz sükut eləyəcəm, kəhliklər danışsın. Mən susan kimi kəhlik də susdu. Özün görürəm kəhlik. Oturub daşın üstündə. Biraz da yaxınlaşdırım. Odur bizim kəhlik. Nə səkirsən daşdan daşa, ayaqları rəhli kəhlik. Nə səkirsən narın narın, yenə daşdan daşa kəhlik. Könlüm istər nəğmən kimi bircə nəğmə qoşa kəhlik. Məmməd Arazın kəhlik şeiri idi. Başta yazma düşmədi, istədim biraz uydurum. Alınmadı. Sinən üstə xal qırmızı, ayaq altda sal qırmızı. Şeir belə idi, yadıma düşmədi. Nəzəri olaraq itirdiyimiz inəyi də tapdım. Sayda düz gəlmirdi. Praktik olaraq mevcudda girmişdik yolların arasına. 5 dənəsi yamaçda, bir dənə də ağ quşum orada. Qalanı da burada yolların arasında. Bəzilərin hənəsini hiss edirəm. Ola bilsin bir qismi də dərə yenişə gedib heç xəbərim yoxdur. Hələ arxayınam ki, buradadılar. Ay oldu ki, duram görəm gediblər dərə yenişə. Kərəmi onda almaq tutacaq. Saat düşdü. 4 saatim qalır. Naxır otarmanın 3də 2-si gedib 8 saat, 4 saat qalır. İnsan ömrünə heç bu qədər tələsmir. Başqa yerdə. Çölə bayrağa getdim deyirsən, gün tez gəlsin, çıxım gedim. Baxım, beynim qaraldı, hələ video çəkirəm, vaxtımı səmərəli keçdirəm. Keçmiş xəyallara dalıram, yenə darıxıram. 18-20 yaşında cavan heç çöldə dayana bilməz. Təhliyə o qism insanların durumu, dözümü yoxdur. Həmişə ünsiyyətdə olmaq istəyirlər. Biraz yaşlaşanda adamın xəyalları da zəngin olur, yaşanmışlar var, onları xatırlayırsan, bir də görürsən, vaxt gəldi, geçdi. Çay qoymağa ərdəmim gəlmədi. Bir butulka su doldurmuşam. Dərənin suyu elə də soyuq deyil. Yavaş-yavaş içim. 2 litr evdən gətirmişdim. O bitdi. 3-cünü dərədən götürdüm. 1 litr də gedəndə götürsəm, 4 litri filtrdən keçirtmişəm. Normalda evdə maksimum 2 litr çay su içə bilməz. Enerji itirirsən. Piy təbəqəsi yağ gedir. Su da dəri vasitəsilə buxarlanır. Göz görə əriyirik çöldə barda. Deyəsən qarşı tərəf bənddir. İnəklər dəydilər, ora qayıtdılar.
Geçsələr qarşıdakı yamaçda inəyin durduğu çəhlimindən gedə bilərlər. Belə yaxşıdır elə. Belə ola həmişə. Bu videonu da sonlandırıb biraz dincəlirəm. Dəli bir yuxu gəlir. İstəyirəm deyim şəhərli oxuyur, sükut eləyirəm, başımı çevirirəm ona tərəf. O da məndən alay eləyir. Oxuyursan oxu. Gedirik. Konsert bitir. Hə, gözləyir ki, konsertin sonunda ifa eləsin. Məşhur adlı sonlu ifasılara sonda söz verirlər. Qulaq asır, görür ki, mən danışıram, deyir ona səsdir. Sən danış qarğa səsi ona. Birazdan mən başlayaram solo ifiyə. Videolarımızı ilk dəfə izləyənlər elə bilər ki, başıma hava gəlir, öz-özümə danışıram. Normalda heç adam belə danışmaz, bu mövzulara girməz. Ancaq çöldə barədə neyniyəsən, elə havalanmış kimi bir şey. Təvəsi ölmüş ərəbəm. Leylisi ölmüş məzunam. Əslisindən ayrı düşmüş kərəməm. Gerçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm. Bundan oludur ayətim, ayət uşağına sığmazam. Bir videonu da sonlandıraq, təvəkkül olaq. Bəlkə yer kürəsi daha sürətlə fırlanacaq, gün tez bitəcək. Yer fırlansa da sana da imkan verməyəcək. Cibimdəki telefon elini sana göstərəcək.